Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə almanların Cadugarın Tənbəl Şagirdi adlı nağılını danışacağam. Bir zamanlar qaranlıq və sirli evində sehirlər edən bir cadugar yaşayırdı. Bu ev bir qüllənin təpəsində, dağların, dənizlərin və obaların göründüyü qartal yuvası kimi hündür bir yerdə idi. Cadugar insanların sifarişinə uyğun sehirlər edərək gecə-gündüz çalışırdı. Çünki ətrafdakı kəndlilərin istəkləri heç bitməzdi. Kimi toyuğunun daha çox yumurtlaması üçün sehir istəyir, kimi inəyinin daha çox süd verməsini diləyirdi. Qızını ərə vermək üçün yaxşı kürəkən istəyən ata-analar ya da itmiş eşşəyini axtaranlar dərhal cadugarın yanına gedərdilər. Bu qədər çox işi cadugar əlbəttə ki, tək başına görə bilməzdi. Bu səbəbdən də həmişə yanına bir şagird götürürdü. Öz şagirdinə cadugarlıq sənətini öyrədərək onu tək başına işləmək üçün başqa kəndlərə göndərir və peşəsini yeni şagirdə öyrədirdi. Cadugərliyi öyrənmənin əsas şərti seçilən şagirdlərin çalışqan olması idi. Şagirdlər əsasən çox çalışqan olurdular, amma aralarında işləməyi sevməyən də vardı. Hələ bunlardan bəziləri çalışmağı sevmədiklərini də gizlətməzdilər. Beləsi cadugərliyi əziyyət çəkmədən tez öyrənəcəyini düşünür, ustasının verdiyi işləri yarımçıq yerinə yetirər, hər fürsətdə tənbəllik edərdi. Bir gecə cadugar bir yerə qonaq getməli idi. O üstündə böyük sarı ulduzlar olan qara xalatını geyindi və alov püskürən əjdahasının belinə minib yola çıxmazdan əvvəl şagirdinə tapşırıq verdi. Mən indi gedirəm. Gecə gələcəm. Qayıdandan sonra çox vacib bir sehir etməliyik. Mən gələnə kimi otağı yaxşıca təmizlə. Amma sehirli kitablara, vasitələrə toxunma. Yaxşımı? Yaxşı usta. Şagird cavab verdi. Cadugar şagirdini süzdükdən sonra əjdahanın belinə minib pəncərədən uçub getdi. Şagird əlbəttə ki, nə etmək lazım olduğunu bilirdi, amma otağı təmizləmək üçün su daşımaq lazım idi. Su isə ancaq qüllənin dibindəki quyudan gətirilirdi. Yəni, onlarla pilləkəni dəfələrlə düşüb qalxmalı idi. Şagird isə çox tənbəl idi. Pilləkənlərdən istifadə etmədən bu işin öhdəsindən necə gələcəyini düşünməyə başladı. Birdən ağlına sehir etmək gəldi. Amma bunu necə edəcəyini bilmirdi. Ustasının dönə-dönə əlinə almamağı tapşırdığı sehirli kitabları eşələməyə başladı. Axtardığı sehri tapıb qapının arxasına qoyulan süpürgəni götürdü. Masasının ayağına söykədi. Yanına da boş su vedrəsi qoydu. Sonra sehirli kitabdakı sözləri ucadan söylədi və süpürgəyə belə əmr etdi. Sənə quyudan su daşıyıb otağı təmizləməyi əmr edirəm. Həqiqətən sehir çox uğurlu idi. Süpürgə vedrəni götürüb dərhal quyuya indi. Dolu vedrə ilə qüllənin təpəsindəki otağa qayıdanda suyu yerə töküb ortalığı süpürməyə başladı. Tənbəl şagird də ayaqlarını sehirli masanın üstünə uzadıb loğa-loğa süpürgənin işləməyinə baxırdı. Ancaq biraz sonra süpürgə yenə vedrə ilə birlikdə quyunun yanına düşdü. Su doldurdu. Gətirib otağa tökdü. Bu bir neçə dəfə belə davam etdi. Şagird dayanmadan otağa su tökən süpürgəni saxlamaq üçün həyəcanla sehirli kitabları vərəqləməyə başladı. Amma nə qədər axtardısa, süpürgəni dayandırmaq üçün sehir tapa bilmirdi. Kitab süpürgəni necə işə salmağı başa salırdı, amma dayandırmaq haqqında heç bir məlumat yox idi. Şagird təlaş içində əlinə baltanı alıb süpürgəni doğramağa başladı. Amma sehir hələ də davam edirdi. Bu dəfə isə süpürgənin hər parçası ayrı-ayrılıqda su daşıyıb otağa tökməyə başladı.
Su artdı, artdı. Bütün sehrli kitabları və əşyalar suyun altında qaldı. Bundan əlavə tozlar, dərmanlar, məlhəmlər islandı və istifadəyə yararsız oldular. Qorxudan nə edəcəyini bilməyən şagird çarəsiz halda gözünün qabağında baş verənləri seyr edərkən pəncərə açıldı və cadugar burnundan alov püskürən əjdaha ilə birlikdə evə qayıtdı. Cadugarın gözlərindən od çıxırdı. Ətrafa baxdı. Darmadağın olmuş əşyalarını, suyun içində üzən dəyərli kitablarını, sehrli alətlərini, yararsız vəziyyətə düşən məhlulları görüb hirsindən başını buladı. Sonra sehrli kəlməni söyləyərək süpürgəni dayandırdı. Yenə sehrli sözləri pıçıldayaraq suları pəncərədən çölə axıtdı. Əjdahasının isti nəfəsi ilə islanmış kitablarını qurudub qutulara doldurdu. Bütün bunlar baş verərkən tənbəl şagird qorxu içində titrəyir, başına gələcəkləri gözünün qarşısında canlandırmağa belə qorxurdu. Otağı əvvəlki vəziyyətə gətirən cadugar əlində çubuğu ilə şagirdə tərəf döndü. "İndi isə növbə sənə çatdı, oğlum," dedi. "Söz dinləməyən, ustasının hər şeyini məhv edən tənbəl şagirdin cəzası nə olmalıdır?" Zavallı şagird qorxudan yarpaq kimi əsirdi. Qara cübbəsinin içində çatılmış qaşları ilə onu süzən cadugar tərəfindən hər an bir qurbağaya çevriləcəyini düşünürdü. Amma cadugar gülümsədi. Sarı ulduzlu şiş papağını başından çıxardıb və şagirdini yanına çağırdı. Saçlarını oxşadı. "Onsuz da kifayət qədər qorxmusan. Bu sənə dərs olar. Bundan sonra yaxşı işləyəcəyinə əminəm." Həqiqətən də cadugarın dediyi kimi oldu. O gündən etibarən cadugarın şagirdi dünyanın ən bacarıqlı və çalışqan uşaqlarından birinə çevrildi. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.